Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Xətai metrosu yaxınlığından salamlayırıq sizi. Xətai metrosu. Xətai metrosuna təxminən piyada 2-3 dəqiqəlik maksimum məsafədə Babək Plaza ilə Xətai metrosunun arasında Sənan Kərimov küçəsində 17 mərtəbəli Premium Residence binanın 15-ci mərtəbəsində tam 4 otaqlı sənədə də çıxarış olan 172 kvadrat ölçülü bir mənzil təqdim edəcəm sizə. Xol hissəsində hal-hazırda mənzilimizin pəncərələrindən şəhərə və dəniz istiqamətinə əla panorama açılır. Təqdim edəcəm onları da sizə. Xol hissənin genişliyini görməkdəsiz. Giriş qapımız, giriş qapısından girdikdə solda belə bir 8 qapılı böyük bir tam boy gömmə bir qardirob möbeli yığılıb. Akril panellərdən istifadə edilərək giriş qapısından sağ istiqamətdə isə belə bir dresuar və açarlıqla əla dekorativ hissə tərtib edilib. Daha sonra giriş qapısından sağda mənzilin böyük ölçülü qonaq otağı yerləşir. Burada mətbəx hissə yerləşir. Burada mənzilin ümumi sanuzeli, həm də camaşırxana otağı kimi tərtib edilib, yerləşdirilib. Burada əsas yataq otağı, daxilində sanuzellər, burada isə 2 ədəd əlavə yataq otaqları var. Hamısını bir-bir təqdim edəcəm sizə. 172 kvadrat ölçü, 17 mərtəbəli rezidens binanın 15-ci mərtəbəsi, sənəd çıxarış və təzə təmirdən sonra yaşayış olmayan bir mənzil. Olduqca keyfiyyətli və premium inşaat materiallarından istifadə edilib təmir zamanı. Otaqlarda mənzilin döşəməsi koridor və mətbəxdə qranitisi döşəmədir. Otaqlarda isə İngilis yolkası teksturasında bambuk parket vurulub gördüyünüz kimi. Böyük ölçüdə bir qonaq otağı var. Təxminən 40 kvadrat ölçüdə bir qonaq otağı. Böyük ölçüdə bir twisten tərtib edilib. Əlavə olaraq qonaq otağında ikili lüstrdan istifadə edilib. Mərkəz lüstur və yemək masasının yerləşimi orada nəzərə alınıb. Rahatlıqla 12 nəfərlik bir yemək masasını eninə yerləşmədən danışıram. 10-12 nəfərlik yemək masasını rahatlıqla yerləşdirə bilərsiniz. İstəyə uyğun uzunluqda isə, uzunluğa yerləşmədə isə 20 nəfərlik belə bir yemək masası bu qonaq otağına rahatlıqla yerləşər və rahat da yenə hərəkət etmə imkanı qalar. Olduqca geniş ölçülü bir qonaq otağı var gördüyünüz kimi. Sol tərəf bura işıqlandırmalarla bəzədilib. Tavan işıqlandırmada isə maqnit reyslərdən, trend işıqlardan istifadə edilib. Kondisioner yerləşimi, AUX markalı kondisioner bütün otaqlarda yerləşdirilib, silivlərinə qədər qoşulub. Domofon quraşımı həyata keçirilib xol hissədə. İndi isə mətbəxə daxil olaq. Mətbəxin də en uzunluq nisbəti idealdır. Tam əşya planlaması həyata keçirilib bütün otaqlarda, mətbəxdə daxil olmaqla. Rahatlıqla mətbəxə 6 nəfərlik mətbəx masası çox rahatlıqla yerləşdirə bilərsiniz. Enliliyini görürsünüz. Tam boyda bir mətbəx möbeli var. Akril panellər və son dövrlərin dəb olan şüşə qapaqlarla bəzədilib mətbəx möbeli. Böyük ölçülü 4 qapılı bir soyuducuya yer nəzərə alınıb. Mikrovalnovka və sobanın yerləşimi nəzərə alınıb. Mətbəx möbelinin üzəri və sinəli süni mərmərlə işlənib. Qaz və gizli aspiratordan istifadə edilib. Əlavə olaraq qabyanın yerləşimi isə gizli qabyan üçün burada yer nəzərə alınıb. Və daha nə göstərə bilərəm? Modern bir moyka yerləşdirilib. Yəqin ki, çoxunuza tanışdı bu moykalar. Balkon və panoramadan bəhs edeyim. Bu balkon mənzilin eyni zamanda texnika balkonudur. Kombi sistemi, kollektor sistemi, qaz sayğacı burada yerləşdirilib. Kollektor sistemini görürsünüz. Və buradan Xətai metrosu istiqamətinə əla baxış açılır. Gördüyünüz bu qara şüşəli bina Dəmirçi Plazanın binasıdır. Və dəniz məsafəsi belə video ilə rahat görünmür. Həm də hava tutqun və dumanlı olduğundan. Amma əla panorama açılır. Hətta Alov güllələri, Nərmanov istiqamət, daha doğrusu 28 may istiqamət, Çapayev istiqamət görünür. Təbriz küçəsi istiqaməti dənizə panoramada var. Yəni baxış keçirdiyiniz zaman tam şahid olacaqsınız panoramanın. Balkon da tam olaraq abadlaşdırılmış vəziyyətdədir. Hətta balkonu yumaq üçün burada əlavə su çıxışı da tərtib edilib.
İndi isə davam eləyək. Digər otaqları təqdim edəcəm sizə. 3 yataq otağımız qalıb. Burada da kondisioner yerləşimi və TV yerləşimi nəzərə alınıb. Yataq otaqlarına keçməzdən öncə ümumi sanuzeli göstərim. Mat teksturalı qranitlərdən istifadə edilib. Və burada da tam aksesuar yerləşimi həyata keçirilib və əhşab planlaması edilib. Paltaryon yerləşimi bu böyük ölçülü moydadırın altında nəzərə alınıb məhz. Üzəri karyanla işlənib və böyük ölçülü saxlanış yerləri ilə tərtib edilib. Güzgü də yenə böyük ölçülü qumlu gizli işıqlı güzgü yerləşdirilib bura. Duş hissədə kifayət qədər geniş, nej duşdan istifadə edilib. Gömmə rezervuar isə bu istiqamətdən və suşulkaya qədər quraşdırılmış vəziyyətdədir. İndi isə davam eləyək yataq otaqları ilə. Mənzilin master bedroom adlandırılacaq otağı, əsas yataq otağı məhz buradır. Burada daxilində ayrıca olaraq sanuzeli var. Yenə burada da tam aksesuar yerləşimi həyata keçirilir. Moydadır, unitaz yerləşimi, ikinci bir duş kabin və suşulkaya qədər hər şey tam olaraq quraşdırılıb. Tavan işıqlanma da ideal şəkildədir. Yenə bu sanuzeldə də fərqli tekstur olsa da mat qranitlərə üstünlük verilib. Burada da yenə əhşab planlaması həyata keçirilib. Böyük ölçülü yatağın yerləşimi buradan nəzərə alınıb. İstəyinizə uyğun yataq mebeli seçə bilərsiniz. 2 metrlik belə yataq mebeli tumbaları ilə birlikdə rahatlıqla yerləşər bu otağa və əlavə olaraq gömmə qardirob mebeli yığılıb, güzgü qapaqlardan istifadə edilib. Gördüyünüz kimi bura işıqlandırmalar da tumba üzərində bəzək mahiyyətində nəzərdə tutulub. TV yerləşimi, make-up yerləşimini isə buradan rahatlıqla həyata keçirə bilərsiniz. Kondisioner isə qapının üzərində gördüyünüz kimi. Burada isə 2 ədəd elə də böyük olmayan yataq otaqları var. Lakin tam əhşab planlaması həyata keçirildiyinə görə bu otaqlarda da yenə hər şeyi tam rahatlıqla yerləşdirə bilərsiniz. Yataq yerləşimi bu istiqamətdən, arxalıq buradan, baxış istiqaməti bu pəncərə və divar tərəfə, TV yerləşimi və make-up yerləşimi orada nəzərə alınıb. Bu otağın da yenə qardirob mebeli, gömmə bir qardirob, 4 qapılı, qızılı profillərlə, şüşə qapaqlarla işlənib. Daxili gizli işıqlı, kondisioner yerləşimi yenə bu otaqda da var. Sonuncu yataq otağını təqdim edeyim. Bu otaqda da yenə tam əhşab planlaması edilib. Belə bir qara profillər, qara şüşə profillər, qardirob mebeli, ikili yataq dəstə yerləşdirə bilərsiniz. Bura ayrı-ayrılıqda 2 ədəd yataq da yerləşdirə bilərsiniz. Uşaq otağına daha uyğun bir konsept edilib. Bura işıqlandırmalardan yəqin ki anlaşılır bu. Gördüyünüz kimi. Divarlar İtaliya və Türkiyə istehsalı divar kağızlarından istifadə edilib. TV yerləşimi yenə buradan, əlavə olaraq yazı masası yerləşdirə bilərsiniz. Həm buradan, həm qapının sol istiqamətindən. Belə, mənzili demək olar ki, tam olaraq təqdim eləməyə çalışdım sizə. Xətai metrosu yaxınlığı metroya təxminən 1-2 dəqiqəlik piyada məsafədə 17 mərtəbəli rezidens binanın 15-ci mərtəbəsində 172 kvadrat ölçülü tam 4 otaqlı bir mənzil təqdim edirdik sizə. Mənzilimizin sənədi çıxarışdır, yəni kupça, ipotekaya yararlı müştərilər də müraciət eləyə bilər. Mənzilimizə təyin edilən qiymət 585 min manatdır. Real alıcılara endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Biz izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, reklamlaş.